Selamlar, saygılar, değerli ve sevgili arkadaşlar. Aziz Türk halkı, Türk milleti, dünyanın her bir yerinin bizi körpeysiz. Hoş geldiniz. Yeni bir yaşına kulağımızdayız. Önceden danışmamız yayılmıştı. Aşura merasiminin önemi ya Aşura günün önemi. Sayın Hüseyin Abdullah'ı ile beraber ben düğünlerimizi dedim. Şimdi biz seyirledik. Toronto'da olan merasimi canlı yaydık ama bazı arasında kesintiler olmuştu, bazı kırıklıklar olmuştu. Biz o filmi götürdük. Bazı yerler içi demək olar əslən səhvə düşməmişdi. Onları kəsib yenidən yayacağıq. Biz Sayın Hüseyin Abdullah Hazretlərindən öz təşəkkürümüzü bildiririk. Bir daha bu çağrışımızı qəbul edib və vardılar. Mən rica edirəm Sayın Hüseyin Abdullah Hazretləri buyursunlar, əgər salamlayış olsa eşidək və mən Sayın Hüseyin Abdullah Hazretləri Aşura günü sizə və xalqımıza, bizi dünyanın hər bir yerinə eşidənlərə təsliyyət deyirəm. Buyurun sizə eşidək. Mən də qarşılıqlı cənab Araz bəy, cənabıca salam ərz edirəm. Pəncərədə televizyonuca müvəffəqiyyət arzu edirəm. İnşallah gələn il fərqli bir şey yayarsınız. Fərqli bir vəziyyətlə texnikalı durarsınız və seyircilərinizə və əzadaran Hüseyniyə həm təsliyyət deyirəm, həm salam ərz edirəm. Buyurun, sağ olun. Ben teşekkür ederim. Sayın Abdullah Zülfari, biz dediğimiz kimi günlerimizi bu Toronto'da olan merasimi canlı yaydık ama bazı nedenlere göre kırıklar var idi. Bu merasime ben bir az izah verim. Merasim bir mezhebi merasimiydi, bir aşuraydı ama bu İsrail taraftarları, bilmem Pəhləvin tərəfdarları gəlmişdilər, seyirlə mərasimi qaçsınlar, həmd elədilər. Hətta fizikəmlə mənim özümə o film yığırdıq. Hətta məcbur elə filmdə dostluq gördülər ki, çox həmd elədilər. Amma polis gəldi, bunlara Torontonun polisi yığışdırdı, götürdü, getdi. Mən sözüm buradadır. Bu bir dənə məzhəbi mərasimdir da. Burada Pakistanlı da gəlir, Ərəbli da gəlir, nə bilim, hamısı İranlı deyil. Azərbaycanlı var idi, Türkiyəli var idi. Tamam, bunların necə məsələləri İranın siyasətidir. Məzhəbi məsələ ilə bunların nə işləri var ki, bu cür bunlar, yəni bu bunu göstərir ki, bunlar başqa yerlərdən su alırlar, bunlara demək olar başqa yerlərdən təlimat alırlar. Sayın Abdullah, əgər icazə versəz elə bir Aşura mərasiminin biz danışığının bir şeir elə bu mövzuda bərabər eşidək və bunun demək olar gözəlliğin bu şeirdə görəcəyik. Danışımıza başlayaq. Səba, kərbi bəlaya gəlməsin. Söylə Hüseynə, ey Səba, kərbi bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərdi bəlaya gəlməsin. Söylə ginən gətirməsin Kufəyə nazlı Əkbəri. Zülm ilə qanına batar Türrey müşki əmbəri. Bəlkə əngə tək ar cümleyi Ali Heydəri, zibhi əzim üçün bugün Kuhi minaya gəlməsin. Söylə gətirmə qatili eyləyir şitab. Toyda olur yəqin onun qanına əlləri xizab. Görmə rəva ki şümriddin din evin eyləsin xarab. Rəhm eləsin o Zeynəbi bəxti qəraya gəlməsin. Yetsə əgər xəbər sənə, öldü bu müslimi əqil. İbn-i Ziyad nəşimi gərçi edib çox zəlil. Güslü hənut olmadı, oldu qənarada qətil. İstəmirəm əyalımı, qoyma əzaya gəlməsin. Söylə Hüseynə, ey Səba, kərbi bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərdi bəlaya gəlməsin. Bəli, üstad, bərabərlikdə bu şeiri senin Aşuranın rəvayətini görə eşitdik. Buyurun, səs, mikrofon görüntü. Değerli üstad, ben bir gün çok danışmayacağım. Bu merasimi bir siz, yani merasiminin daha dilə gətirməyi sizdə olacaq. Sual yaransa arada ben soracağım. Buyurun. Çox sağ olun Araz bəy. Əvvəla bu gözəl bir şeiri qoydunuz. Çox gözəl. Bu yaxşı
hissi beyan edirdi, əks edirdi. Mən də etkiləndim doğrusu. Bəli, mən bu Əzadar Hüseyniyə və Türk xalqına İranda və bizim Azərbaycan Cumhuriyyətində olan müsəlman millətimizə və İslam aləmində olan müsəlman aləminə bu günün bu böyük faciəni təsliyə etdi. Böyük Allahın qanı yerə axıbdır. Bunun şakası yoxdur. Amma mənə qalan yerdə Araz bəy bir şey deyəcəyim. Niyə bilirlərim mən Cənab-ı İza ilə 5 dedim. Allah sizdən razı olsun. Allah savabıca yazsın. Həzrət Süleymanın zamanından bir dənə hikayə deyilib. Mən bunu bir mənbədə oxumamışam. Fəqət bu şəfahi bir ədəbiyyatdan nəql edirəm xidmətinizə. Süleyman zamanında bir yer oturmuş. Qarışqa su gətirirmiş. Qarışqaya dedilər, ax baba sənin bu suyun neynər? Dedi, bilirəm eşit eləməz, amma sən səhvimi bəllətəm. İmam Hüseynin hərəkəti çox böyük hərəkət. Mən də öz növbətimdə bilirəm Cənab-ı məndən neçə addım qabaq. Səhvimizi bəllətir haqqın tərəfində durmağa. Bilirsiniz? Haqqın tərəfində durmağa. İnşallah Allah Teala da bizi o qarışqanın savabını buradan verər. İnşallah. Amma bəli, böyük Aşura günüdür. Mən bu adın Aşura gününün Araz bəy düşündüğüm Cənab-ı deşdim. 3 dənə xırda qəfələr hazırlayıbsınız. Yaymaq niyyətiniz var. Elə bunları da o cür aparırıq qabağa. İnşallah bəli, mən sizin özünüzdən fəhva kəlamını anladım. Gələnlə həm televizyonunuzun bir təğyirat olacaq texnikal. İnşallah olacaq. Ben de təmənnim və duamı da Allah Teala'dan və Aşura xatirinə bilirlərim. Bunu biz bu cəsarəti xərcə verdik, bu addımı götürdük. Bu bizim millətimizin kültürüdür. Bizim millətimizin birbaşa mənəviyyəti ilə, inan şəxsiyyəti ilə bağlı bir şeydir. Bunu qoymadıq çölgədə dura. Sağ olasın Araz bəy. Amma bəli, bu işin bir zahiri var. Bugün 10-cu gün Aşura günü. Bu gün qanlar axır. 72 pak olsun. Təmiz insanlar. Təmiz. Mədinədən Əba Abdullah Hüseyn Mərvana baş əymədi, beyət eləmədi, durdu, yola düşdü. Eşitdiyimə görə 800-dən yuxarı cəmaət Ağa Əba Abdullah Hüseynlə gəlirlər, amma yolda hələ bir niyyətlə gəlir. Daha bir niyyətlər vardı. Süzülürlər, möminlər qalır. Möminlər qalır. Möminlər oldu 72 kişi. Mən bunu dönəndə sizin bu proqramda izah etdim. Əba Abdullah Hüseyn çadırda yaranla otururlar havada. Şam içimin, ilahi şam içimin ortada oturupdu. Soruşur, gedən var, getsin. Heç kəs getmir. Sonra soruşur ki, acaba madem gitmirsiniz, ölümü nə cür görürsünüz? Sabah ölüm var, yəni bu gün Aşura günü. Qasım, Həzrəti Qasım durur, deyir ki, əmi, bal. Bu ailəyə adam necə zad eləyəndə o nəfsaniyyət deyəndə biz insanıq, bizim də ihtiyacımız vardı, yaşamaq haqqımız vardı. Allah Teala'nın bu yaşayarsa, biz Allah'ın əmrindən çıxmağımız düzgün deyil. Amma o zülm və sitəm aləmindən çıxanda onda bəli, ölüm olur bal. Bilirsiniz? Ölüm olur, onda bal. Deyir, həmicən bal gördük. Onda deyir, ailələrinize buyurun geçsin, ailələr də getmirlər. Ağa, Əba Abdullah Hüseyn ağlayır bu buzurcu varlığa. Nə güzel səhnədir, Aşura səhnəsi. Aşura səhnəsi. Hala tarix 1100 ildir, bunu çalışır vəsf eləyə bu trajedini. Trajedi. Bu böyük trajedini vəsf eləyə. Tarix bu trajedini vəsf eləməkdən acizdir. Amma insanlar, hər kəs bir cür öz nəsibin bu ağanın hərəkətindən, bu haqq hərəkətidir. Bu ədalət hərəkətidir. Bu isyan hərəkətidir. Bu zülmə baş əyməmək hərəkətidir. Bu şərəf hərəkətidir. Bu namus hərəkətidir. İnsanın əslən kəramətin hərəkətidir. İnsan gələ tarixdə ölməyə və ölməyəcəkdir. Bu insanlıq ağacı bu qanlarla suvarılır. Bilirsiniz?
insanlıq ağacı Allah Taala'nın ləqəd kərəmna bəni Adəm, insana mən kəramət verdim. Bəli, bu insan ağacı bu qanla, peyğəmbərin qanları ilə, peyğəmbərlərin çəkdiyi əzablarla, bunlarla suvarılır ta verilə kimə sahibinə. Bəli, amma hadisə bugün bu paka çıxmış, təmizə çıxmış, çeşmə suyu kimin təmiz kişilər, yaran və Ağa İmam Hüseynin özünün qardaşları, öz uşaqları daha artıq haqqə ləbbeyk deyiblər, düzgünlüğə ləbbeyk deyiblər, şərəfə ləbbeyk deyiblər. Bugün hamı bilir öləcəkdir. Zahiri dastandır. Bəli, bugün 72 tane əlbəttə çoxlu zatlar vardı. Amma çox ilginç bir şey vardı. Burada mən baxdım. Tüm bunlar geçmişte okumuşam. Bu zatta bu Aşura günü Ömer İbn Sa'd də ləşkərindən neçə kişi ayrılıb qatışırlar Ağa İmam Hüseyin hərəkətində, orada şəhid olurlar. Yəni o cürdə hər şey məsələndə də olmayıb ha. Hacı bu 70 nəfərin içindədirlər ya 70 nəfərdən sonra? İçindədir, bəli. Əlbəttə bunun bir öz adı var. Bir də nədir? Detaylar var. Mən getməyəcəm oraya. Çünki onda vaxtımız tutmaz. İnşallah bunlar gələr. Başqa form. Oradan qatışımlar vardılar. İnşallah. Nümunə Hücübni Riyahidir da, Hücüdür da. Bu gəlib 1000 dənə əskərin zadıdır. Nədir? Fərmandehidir. Gəlib Ağa İmamın qabağını kəsən, özü iman gətiribdi. O təslim tutubdu, haqqı şəhid eləməyə. Haqqı şəhid eləməyə, özü haqqə şəhid ola. Çox mühüm məsələdir ha. O tərəfdə duranlar Ubeydullah ibn Ziyadın sərbazının ləşkərində, Ömər ibn Sa'din Şümrib Zildovşənin ləşkərində duranlar haqqı şəhid elədilər. Amma bu tərəfdə duranlar da özlərini haqqə şəhid verdilər. En gözəl noktalarından biri. Bəli, burada 72 tən şəhid olurlar. Başları neyziyə vurulur. Cisimləri atlarının altına alınır. Və Yezid gəlir Əbülfəzl olsa əmannamə gətirir. Öyle tutur. Böyle tutumda deyir ki, bacı olurlar. Əmannaməm var bizə ha. İstəyir işi içindən qıra. Yol. Həzrət Əbülfəzl işi əlin qırılaydı şaş sənin. Dayısına. Baxırın nə güzel işləyib. 34 yaşında Əbülfəzl Abbas. Həzrət Hüseynin qarşılayır. Əlin qırılaydı, bunu görsətmir. Lənət olsun sənə. Bəli, mən sən bunu çox zahirin deyəcəyim, o batinə getməyəcəyim. Bəli, bu günlərim İmam Hüseyin peyğəmbərlərin varisi, mən də buna inanıram. Haqqilə bağlamış Hüseyin əzəldə, əhlədə bir tərəfdə durubdur. Nur durub bir tərəfdə. Paçlıq durub bir tərəfdə. Eşq durub bir tərəfdə. Kişilik durub bir tərəfdə. Şərəf, böyüklük, qamət durub bir tərəfdə. Dağ durub bir tərəfdə. Diğer tərəfdə Bəni Üməyyənin sərkərdəsi Yazidin adamlar. Bilirsiniz? Mən istəmirəm deyəm, dünya ilə axirət savaşı üçün bu qələt sözdür. Amma bu da bir cür iş ifadə edir. O da durub da Bəni Üməyyənin tərəfində. Onlar da xilafət təzəb edir. Onlara əslən mühüm deyil. Mühüm deyil ki, Peyğəmbər gəlibdir bəşəriyyəti fəqət 60 il bundan uçurumdan çəkib eşiyə. Cənab Peyğəmbərimiz bu haqdan Ma ərsəlnəkə göndərmədik. Quran ayətidir. Ma göndərmədik bunu. İlla rəhmətən lil aləmin. Məgərin ki, aləmə rəhmət ola. Həqiqətən Cənab Peyğəmbərimiz aləmə rəhmətdir. Fəlsəfəsi, məntiqi, gətirdiyi tamam insanlara rəhmətdir. Mən azından onu bilirəm. Niyə rəhmətdir? Mesela bunu
cahilliğimdən demirəm. Cənab Peyğəmbərimiz bəşəriyyəti uçurum qırağının təhdişi. O zaman ki, əsən həyat durubdur Sasanilərlə Rom İmparatorluğunun arasında. Donub ha. Daha artıq insanın təzə bir şey yoxdur ortaya qoya. Cənab Peyğəmbərimiz təzə bir dənə təzə bir dənə fəlsəfə, təzə bir işin, təzə bir qapı, təzə bir pəncərə tarixin üzünü açır, insaniyyətin üzünü açır. Ərsəlnəkə illə rəhmətən lil aləmin. Biz bunu göndərməmişik bu kişini. Düzdür ki, bəşəriyyətə rəhmət var. Təzdən bir də Üməyyənin uşaqları və çoxlu əlləri var burada ha. Çoxlu əlləri vardı bu şuranı bastır eləməkdə. O zamanı hətta məsələn sənəm, onu qoy mən deməyim çünki cəngəl yaradır. Çoxlu əllər vardı ki, bu bir dənə proje icra olunur. Əmr-As, Muaviyyə və onlar həyat icazə vermir. Özləri şəxsən bu projəni icra edirlər. Amma o gəlir düşür Yazid. Yazid də şairdir. Bu bizim alimlər Teronumun da ilə gələ Cinazadədir, Meyqusardır, filandır, Behmandır. Bunları bu yaxtırıq alsan, bunlar məsələnin əhəmiyyətindən salır. Yəni, yaxşı şair Yazid. Hətta bu Əlayyü Həsravi Əbüsələm mən aldım. Buyurun. Əlayyü Həsravi Əbüsələm mən aldım. Yazidin şeiridir ha. Sonra Hafız deyir, Şəşxasən nümud əvvəl uftad, müşkil ha. Bəli, bu gəlir o projenin davamını icra eləyə. Projenin davamı nədir? 4 kişidən Mədinədə beyət almaq. Abdullah ibn Ömərdir. Zübeyrin oğludur. Bir dənə başqası var. Və ağa Əbu Abdullah Hüseyndir. Tabii ki, proje icra olunur. Amma bu işin mühtəvasını ağa bilir. Qabağında da durur, ailəsiyle beraber durur və yaranla beraber durur. Hamı bizim dilimiz tevcihdirlər, mövzu nə mənədir. Amma bunun zahiri nədir? Zahiri bu bir onların o İslam dinini müsaade və mətlub eləməkləri. Bəli, hətta burada bir şey deyim biləcək. Deyir, hatta Şamda məsciddə zad oturubdu. Bunu bir dəfə bu pəncərədə mən ərz eləmişəm. Bir dəfə ərz edeyim. Şamda Mavi oturub məsciddə. Əmrasın oğlu da sağ tərəfində, sol tərəfində. Cəmaat gəliblər. Müsəlman cəmaat bilmirlər ki, Maviyanın içində nədir ilan yatıbdır. Bilirsiniz, bilmirlər də. Plan var, proje vardı. Bu Peyğəmbərin dinin əleyhinə. Orada onlar Həzrəti Rəsul Əkrəmin adını gətirib gözəlcəsinə oxşuyurlar. Bilirsən, nüva yox. Yəni orada bir dənə ehtiram vardı. O da ayağını çox əsəbaniyyətlə çalır yerə. Maviyə deyir, dəfn eləmək da, gömmək. Dəfn ama çox əsəbani. Əmrasın oldu deyir ki, ya Əmirəl-Müminin çox əsəbani sən nə mənəni dəfn edir? Bizə bu Peyğəmbərin, bu Məhəmmədin dinini dəfn eləyə bilsəydim. Bilirsiniz, hala bu proje gedir ha. Bak böyünün proje gedir. Ama o başlangıç noktasıdır. Başlangıç noktasıdır. Dini içindən boşaldılar, müsaade mətlub edirlər. Orada da ki, ağa Hüseyin'in deyir ki, əgər mənim cəddimin dini mənim ölümümlə müstəqim olacaqdır, düz yola gedəcəkdir, pəs qılınclar kəsin məni. İş belə. Məhral gəlib çıxmışıq Aşuraya, dərdli gündür, tarixin dərdli günüdür. Bu Araz bəy, Cənabın, mənim, bunun sözü də bu tarixin bəstərində düşən bir dənə hadisədir. Tarixin dərdli günüdür. Burada səhvlər bəlli. Burada şömrəmizi dövşən padişahlarını əmannamə gətirir. Əbülfəzl Abbas'a 3 dənə qardaşının, əgər iştibah eləməsəm, o da deyir ki, əlin kəsilsin. Əlin kəsilsin. Mən Hüseyni bu qardaşımı etəm. Bu elə, bu səbəbdən bütürlər Əbülfəzl Abbas'ı özümüzə ərziş, dəyər,
başımızın üstünə qoyuruq. Səbəbi vardı. Kişilik var, mərdlik var, qardaşlıqmazlıq vardı. Amma herhalde savaş ortalarında çıxır, iş bir yerə getmir. Şimdi də bu fitillendirməkdə çox rolu vardı. Bunu mən dönlərində sizin proqramlarda izah etdim. Təşvi savaşa birər gelirlər meydana tək-tək, cüt, şəhid olurlar. Ta axırda gəlir Əbülfəzl Abbasa çıxır. Orada çox bu məqtəlləri mən inşallah tək-təki bu məqtəl zatlarında deyirlərində fürsət olmadı. Amma gələn inşallah Araz bəy bu məqtəllərə yoxçu proqramlar hazırlayacağıq. Bil ondan bəndə məzuram. Sen Abdullah üzüldü. Sen necə siz de bu programımızın başlanışında dediniz. Biz genel inşallah daha demek olar danışıqlarımız beraber bir yerdə olacaq, stüdyomuzda olacaq inşallah. Ve orada sizden sonra başka ustadlarımız da 2-3 tane ustadımızla beraber ve siz onların yanında daha profesyonel şəkildə biz bu məhrəmlik əyyam dərsinin danışıqlarının sizin huzurunuzda inşallah. İnşallah. Bəli. İnşallah. Bəli, bu Əbülfəzl Abbas şəhid olur bu gün. Ağay İmam Hüseyin özü şəhid olur. Mən bir dənə səhnə var. Bundan da her zaman eli qoyduyaq. Kulli yevmin aşura, kulli ərzin kərbi bəlaya mən inanıram. Həqiqətən hər gün aşuradır, hər gün də Kərbəladır. Hər gün adam içində hətta nurla zulmətin, şərlə, xeyrlə şərin savaşını görür. Hər gün. Müntəha bu Kəbra səhnəsində bu daha çox təcəlli tapdı. Nurla zulmətin savaşı. Yəni o Ağay İmam Hüseyin orada bir dənə belə qılıncını qoyur dizinin üstündə. Qılıncını qoyur belə. Əbülfəzlin adında fikir gedir. Olsa ənəni mən yadıma salanda deyirəm, bax, budur, böyüklüğə baxdı, böyüklüğə bax. Həqiqətən Ağay İmam Hüseyin Mədinədə çıxan gündən şəhid olub. Mədinədən çıxan günü şəhid olub. Ağay İmam Hüseyin Kərbəlada şəhid olmadı. Kərbəlada şəhadəti təcəlli tapdı. O gün ki orada Mərvan çağırır biləsindən beyət istəyə, Ağa Əbu Abdullah fərqində mövzunun tarix neyinir? Tarixin bezəngahıdır, cədənəsidir, əqəbəsidir, bir döngədir. Burada xəta olsa Peyğəmbərin o bəşəriyyəti rəhmətən lil aləmin o uçurumdan təşbəsi nə olur? Burada durur. Düşmən buna qalib olur. Bugün kimin əli ilə? Məyyənin uşaqların əli ilə. Bilir, hərəkətin nə qədər dərin olduğunu Əbu Abdullah Hüseyin bilir. Bilir, çox az adamdır. Mən inanıram ki, məsələn, Ümmül Bənin də bilirdi. Ağa Əbülfəzl Abbasın anası, o da bilirdi, həqiqətən. Oradan çıxan gündən şəhiddir. Şəhiddir. Ta gəlir Kərbəlada şəhadəti təcəlli tapır. Mübarək qanının axması ilə və orada ailəsini verir, yaranı verir, dostlarını verir, qardaşını verir və oğlu Əli Əsərin də qanını səpir. Yer bizim qanımıza şahiddir. Bu Kərbəla səhnəsində yer bizim qana şahiddir. Ey göy, sən də şahid ol. Sən də şahid ol. Batmayacaq ki bu qan. Biz də olmasa Araz bəy. Şiə də olmasa batmayacaq ki. Çünki bu qanın sahibi haqdır, haq kainatdır, namus əslidir. Bu qanın sahibi vardır. Qoymayacaq ki bu qan bata. Bu qanın şarkısı var, tələfkarı vardır. Buyurun. Buyurun Araz bəy. Baksaydı bu elə 1400'ün içində buracaq elə batardı da. Hər yerə gedir insanları. Bu Məsihi aləmində bunlar Ağay İmam Hüseynin hərəkətini işləndə bunlar munqəlib olurlar. Mən çox imtihan edilmişəm. Bəli, önəm ondan dərs almaqdır, önəm o tarixdə nə özündən bir iz buraxdı, azadlığı buraxdı İmam Hüseyin. Özü də deyir, əgər müsəlmanda dəyilsən, imanın da yoxdur. Azad ucuna. Bəli, azad ucuna. Yəni İmam Hüseyin böyük bir dərs verib tarixə. Ona görə biz elə bu, indi məsələn bizim milli hərəkətimiz elə bu
İranda gedən Türk hərəkətin maalesef bəzən elə istilə tanıttırsınlar ki, bunlar ziddidin bir hərəkətidir. Yox, bizim içimizdə elə dincisi də var, bizim içimizdə şiətisi də var, bizim içimizdə Hüseynisi də var. Məzhəb ayrımı da biz burada aparmırıq. Biz o tarixdən bir dərs olaraq, Kərbala tarixindən bir dərs olaraq azadlıq necə millətə bir hədiyyə veribdi bu hərəkət, onu danışırıq. Arzu Taşırov məsələsini gözəl, sən ustadımızın dilindən eşitmək nə gözəl gəlir. İnsan gerçəkdən ustad danışsın və biz bu tarixi yenidən yeniləyək, yenidən eşidək ki, nələr baş veribdir, nələr eşitmişik, elə uşaqlıqdan belə məharlıqda. Amma sizin danışığınız da gerçəkdən də fərqli və fərqli düşüncə yaradır insanda. Buyurunuz. Əlbəttə, istəsəz mən dırnaqarası bağışdan, bir dənə də bizim bir Nuhamid var bu türkü, istəsəz onu da bərabər eşidərək. Seve-seve, buyurun. Rica edirəm. Salam olsun Müslüman kardeşlere, salam olsun Müslüman kardeşlere, salam olsun gayniyen gözyaşlara. Bu şarkının üzerinde. Salam olsun şura gelen başlara. Böyle söz yazdım diyor. Canım veren el bir can olan, birlicilen Hüseyin'e kurban olan. Gam otundan yüreğim dağılmışam, nazlum ağam Hüseyin ağlamışam. Neceliyim, ay neceliyim, dandivar namerd olup, danışmak da şaire bir gerd olur. Gelin şehitler saçı hayat yaradak, yaradak. Bak kimin dayanıp sebat yaradak, kanatsız kuşlara kanat yaradak. Azad olsun, düşsün, gitsin her yanam, Karbela'ya, İran'a, Horasan'a. Ay Allah! Çok severim, çok severim. Ana dili danışan. Azerbaycan illerine karışan. Türkiye'den Veli Fars'a tanışan. İstemar mektabi bile öncedi. Beni bele saniyede örgedi. Yahudim demişəm ömrümü, tatmamışam namədlərin duzunu. Koymamışam burada parazını. Harda görsəm kurdu haray basaram, bir gün tutup onu dardına saram. Bu millet ki belə gedib yuxuyan, mən qorxuyam əbnəbi tort oxuyam. Bülbül çanamasın, bayquş oxuyam. Tuti gecə qarqa qəzəl xan olam, sevsə gəlir ya sultan olam. Mən qorxuram, xəmirlər çox acıyam, şiirin qala adət edək acıyam. Kardeş bakana nahram çeşbazıyam. Kiçik mine bölüklerin boynuna, millet düşer Kızılgül'ün oyununa.
Bəli, Üstad burada bu demək olar çox önəm daşıyır bu nöqə. Yəni bu çox Çox. anlamı vardır. Çox yəni Mən o zaman çıxır. Siz açıqlayın.Raz bəy dəfələr cənabınız xitlası ərz eləmişəm. Bizim kimliyimiz məscidlərdə gedir. Nöqələrdə gedir. Həm pərdələrimiz, muammat pərdələrimiz. Bunlar bizim. Yoxsa bizim bu roşan fişlərə qalsaydı çoxdan bizi tərəzi qoyub satmışdılar. Çoxdan. Mən bunu çox cəsarətlə öz məsuliyyətimlə deyirəm. Sizin pəncərə məsuliyyət daşınmasın üçün bunu yandım. Bilirsiniz? Bunlar deyirlər irticailər. Bilirsən, irtica siyah. Belə adlandırırlar. Amma bizim kimliyimiz burada gedir. Bax. Burada. Bu camilərdə. Ən azı İran türklərinki. Yəni ən azı İran türkləri. Biz İran türkündən söhbət gedir. Bizim Özbəkistan, Qırğızstanla işimiz yoxdur. Bizim kimliyimiz, bəli, biz İran, əlbəttə ki, İran türkləri xitabımız oldu. Bilirsən, bizim roşan fikirlərə qalsa çoxdan. Baxdan bizim roşan fikirlərdə. Bizim aydınlara baxdan ziyalilərə. Bilirsən, bizim ziyalilər məhbizə kimlik gətirir. Keçək. Əlbəttə, bunlar hamısı toxun olmasın. Amma bunlar, inşallah bizim ziyalilər də bunu fəhm edirlər. Zəhmət çəkirlər, həqiqətən. Qədiranlıq yeri vardı ziyalilərimizdən. Bunu mən qüzət eləməyim, itirməyim. Amma bir qənət yoxdur hələ kimliyimizdə. Bir qənət qırıqdır. O da bu. Bu inanc, din qənatıdır ha. Dil var, din qənatı yoxdur. Ona görə çatmırıq. İnşallah hamımız bunun fərqinə vararıq və işimizi yürütərik. Dönək də. Cümlə zərrat aləm در نهان با تو میگویند مولانa'dan deyirəm, Türk Mevlana'dan. Türk Mevlana'dan tamamen Külliyat-ı Şəms Təbrizisindən bu məsnəvisindən qoymuşam buraya. Araz bəy, qoy bunu mən də bax, ömrüm geçib. Fikrim bir görsənir. Bu Mevlana Türkdür ha. Amma mühüm deyil. Mevlana Türkdən əlavə insanlığın qülləsində bir insandır. Həqiqətən fərq eləməz. Türklük, ərəblik, farslıq bir də qalibdir. Möhtəva mühümdür. Cümlə zərrat aləm در نهان با تو میگویند روزان و شبان ما سمیعیم و بصیریم و باهوشیم با شما نامحرمان ما خاموشیم. Zərrat aləm bu qanun fərqində var. Zərrat aləm bu Kərbəladə xan qanun fərqində var. Əli Əsqərin o məsum qanunun Kərbəlanın oxu ilə Şibnib Dizildovşənin əmri ilə tökülən qanunu ki, Ağa Əbu Abdullah Hüseyingiyə səpir, göy onu yaddan çıxartmaz, göyün hafizəsi var, göyün ürəyi var, göyün gözü var, görür. Cümlə zərrat aləm در نهان aləm tamam zərrələri bizim görmədiyimiz halda Batu miquyənd ruzan-ı şəban. Gecələr və gündüzlər bizlə aramcasına bizə deyirlər İskəndər, Hüseyin, Araz, Həsən, Elyar, bilən kəs, Behman kəs. Biz bilirik, biz sizi görürük, sizlə sakitik. Cümlə zərrat aləm در نهان Batu miquyənd ruzan-ı şəban. Ma səmi'im و bəsirim و باهوشیم. Biz görürük. Ma səmi'im biz eşidirik, görürük və bahuşim ağlımız var. Baş ma naməhrəman ma xamuşim. Siz naməhrəmsiz. Bax, bu bir dənə Cahan Ağahı şeiridir. Həzrəti Mevlana'dan ha. Mən bilirəm bu şeir yəni nə. Bizim o Brungera fəlsəfəmizdən gəlir o. Bilirsən, biz Türk milləti Brungera fəlsəfənin adamlarıyıq, məhsuluyuq. Bu şeirdə zatı, kimliyi, omurqası o Brungera yəni fəlsəfənin məhsuludur. O səbəbdən ağanın, qanının sahibi biz deyilik. Biz buradan gələk nəsibimiz alaq. Biz gələk bunun kölgəsində duraq, bunun işığında duraq, buradan nəsib olaq. Bu qısa həyatı şərafətmənd, mənəvi yaşayaq, ta ölüm rəbbə işləyək. Amma bu qapıdan keçəcəkdir. Amma ağa
İmam Hüseyin birer izin verir. Hamı gedir meydana. Əbülfəzl Abbas bugün şəhid olur. Bugün orada çağı. O da hələ tarixdə fərqli nəql qollar vardı. 20 dənə məşq götürür. Mən düşünürəm o 20 dənənin haqqında söz çoxdur təhqiqlər. Gedir su gətirər. Amma biraz susuzub da. O sudan istəyir götürə, içə. Ağa, yaran, uşaqlar yadına düşür. Haram olsun sənə Əbülfəzl. Tökür yerə suyu. O suyu içsəydə Əbülfəzl olmayacaqdı ha. Ahdir Allah'la ha. O bir qətrə suyu çox incə bir noktadır ha. O bir qətrə sudur nədir ki? Bir qətrədir o. İstəydə Əbülfəzl olmayacaqdı ha. Allah'ın Cenab-ı Hakk'ın terazisinden düşəcək yeri. Görsən deyirlər ki, qıl körpüsüdür. Ahirət. O daha haqq ilə batın arasında bir qılcıq var bax. Elə bu qədər bax. O suyu qoyarsan yandın. O Quranda bir dənə Talut adı vardı Cənab Araz bəy. Talut düşəndə heç eləməsəm 100.000 ordusu vardı. 100.000. Gedir Calut'un savaşını. Ya Calut bilmem. Bunların adlarını dedi ya. Gedir savaşa. Orada birer 100.000 ordudan tökülür. Tabi de çaya geçilir. Çayın tarafında düşman dururdu. O da hamma susuz. Orada 360 nefer su içmirlər geçirlər. Bir tane 100.000'lik ordunun qabağında. O 360 adam oradan geçirlər. Kur'an'ın çok mühüm şeylerinden daha. Geçirlər o tarafta da bunlar halis imandılar ha. Bunlar halis imandılar ha. Geçirlər o tarafta Calut'un ordusunu yenirlər, müvəffəq olurlar. İman meselesi çok farklı bir şeydir. Çok farklı bir şeydir. Kərbəla səhnəsində iman təcəlli tapır. İnsan imanı. İnsan çox bir dənə kəramətli varlıqdır. Ora gəldin sən İnnəllahu yüğəyyürü bi qovmin olursan. Yəni Allah Allah heç qovmi dəyişməz. Cümlə budur. Məgər ki qovm öz nəfsin dəyişə. O qovm öz nəfsin dəyişə dəyişmək gücü var. Belə bax, tək ol. Fərq eləmir ki. Belə tək ol, bax, tək. Ol bir dənə Abdullah Hüseyin. Burada kəmiyyət oxumaz. İman tabi qanunu kəmiyyət deyil. Bunu biz fəhm eləsək çoxdur, bax. İman tabi qanunu kəmiyyət deyil. İman özü full keyfiyyətdir. Allahu səməddir bu iman. Hər kəs o məqama gəlsə, fərq eləmir. Bir adam olsun, bir adam. Səs çıxanda bizim ətrafımızda yaşadığımız ətrafımızda zərrələr vardı, ləbbeyş deyirlər. Necə Davud Peyğəmbərə daş Zəburu oxuyanda ləbbeyş deyildilər, həmavalıq edildilər. Öyle bir şeydir. Əbu Abdullah Hüseyin məhz imandır, məhz. Və mən inanıram ki, həqiqətən keçənki gecə Tasol gecəsi yarana göstərdi, dedi, bax, hamımızın əhvalıyız. Ahirətdən, bəlkə mən də bir nöqtədə şəhərlədim, Araz bəy, biz də gələ ağlayaq, biz də gələ özümüz nəsib aparaq. Yoxsa Ağa İmam Hüseyin bizim ağlamağımız ehtiyacı yoxdur. O bizə ağlayır, o bizim əhvalımıza yanır. Biz kimi ki onun əhvalına yanaq? Bilirsiniz? O bizə ağlayıbdır. O bizi o uçurumdan, pərtqahdan, mən fərqində varam. Tarixin pərtqahından, uçurumundan təht eşiyə. Babası Peyğəmbər kimin cəsarətli, cəsur insan. Təhti və böyünəcəkdə bizi xiyabanla daxlayır. Çox mühüm məsələdir. Yoxsulları. Mən bunun fərqində varam, bax. Hər il gələ bu yoxsullar İranda, Türkiyədə, Ərəqdə, hər yerdə imkan var, çıxarlar. Ya bilə-bilə, ya bilməyə-bilməyə bu adı ağızlarına gətirilər.
Heç bilirsən ki, bu sistemgərlərin canına nə cür lərzə salır. Belə oyun ki, bu gedib zincir çalanlar, sinə çalanlar fərqində olmuyor. Nə olubdu? Həmin ki, çıxırlar, belə bir dəstə qoyurlar. Bu bir dənə təzahüratdır, bir dənə beynəlmiləl insanidir. Bunun zarafatı yoxdur. O səbəbdən biz bu Məhərrəm məsələsinə, Kərbəla məsələsinə həyat mənəvimizdə, həyat ictimaimizdə sahiblanmaq. Əlbəttə bunun da bəzi yerlərində çoxlu təhriflər var, çoxlu yanlış bir şeylər var. Biz də bunun fərqində varıq. Mən bəyəklarımı istədim, əlbəttə Araz bəy, xidmətçiyə bir şey göndərəm. Deyirəm, alim də adam deyir ki, əslən bu başa çalmaq filan, behman, əzadarlıq, suvarlıq hamı Sasanlərin dönəmindən gələn bir şeydir. Bilirsiniz? İlla billah yapışaq, yox canım, İslam gətirib bunu. Elə bir şey yoxdur. Mən bir şey gözlədim, İtaliyada hala zincir çalırlar. Bəli, zincir gedirlər. Yəni, o cür deyir ki, bu sırf məsələn bizim dərdimiz olar. Bu bizimki məsələn məntiqidir. Duraq, bütün biz bir dənə xiyala bir yerə yığışmırıq. Bir dənə İmam Hüseyin Kərbəla yerindədir, Ağa İmam Hüseynin məzarı yerindədir, qəbri yerindədir, yaranın qəbri yerindədir. Bu tarixin belə üzündə olan bir dənə sənədir, bu yaddaşmıyıbdır. Bir dənə vaqiyyətdir tarixin bəslərində. Çıxır Xəlil onu xatırladırıq ki, zülmün bağında durmağa belə bir silah var. Ondan heç düzələr. Oldu Araz bəy, çox yaşayasınız. Mən də Sən Abdullah, Ustad, bir dənə də bizim Nuh ilə Nuh yani öz deyilimizi adı eləyək. Biz bir müstəqil TV olaraq sayı eləyirik. Bütün teyfilər, fikirlər, siyasi fikirlər, nə bilim, təşkilatlar səs verək. Yəni bir azadlı sistemin demokratik səviyyəsində gəlsin də danışsınlar öz düşüncələri və bu da elə bir dənə bizim o demokratik səviyyəmiz göstərdir ki, məzhəb konusunda da insanların, xalqların din konusunda da istəmirik geri qalaq, istəmirik qalaq. Gəlsən bir milli TV kimi, bir millətin istəyi kimi səhnədə olaq. Yəni bir açıq və öz deyilimizi əda edə bilək. Buyurun, son sözləri siz işlət, dəyərli. Mən Arazla bir şey xatırladım. Kərbəla hadisəsi bir qruhun tipin inancı deyil. Bir qruhun tipin inancıdır, əlbəttə. Amma bizim toplumun da kültürüdür. Bəli, mən öz növbətimdə Ağa Abdullah Hüseyin və Yaram, Əbülfəzl Əbbasın və Əli Əsğərin və Qasimin və digər şəhidlərin şəhadətini İslam aləminə, müsəlman aləminə ayırmadan təsliyyət deyirəm. Təmənnim budur, Cənab-ı Həqdən axirət günü, qiyamət günü bizləri Ümmül-Möminin Həzrəti Xədicə, Cənab Peyğəmbərimizin Fatimə xanım, Peyğəmbərin qızı və Əmirəl-Möminin digər uca qamətli, şərəfli insanların səfində qərar verir. İnşallah. Allah rəhmət eləsin. Əlbəttə, bunlar Allahın rəhmətindədirlər zaten. Fəqət biz vəzifəmizə dair edirik. Sizdən də çox təşəkkür edirəm. Bilirlərim Araz bəy, bəndəyə bu fürsəti yaratdınız. Çox sağ olasınız. Allah təvavizə yazsın. İnşallah gələnil fərqli çıxarıq. Bəli. Biz burada gəldik. İnşallah. Biz təşəkkürümüzü bildiririk dəyərli Sayın Ustad Hüseyin Abdullah aparından bizi bildirəmsi Məhərrəm demək olar əyyamında tək qoymadılar. Biz bu hər axşam bir proqramla demək olar qulluğunuzda olduq. İnşallah sevimli soydaşlarımız da razı olublar. Dedim ki, bayaq da izah etdik. Biz səyyələrdə o camiəmizin, toplumun içindəki böyük bir qismi mənsəb lazımdan demək olar, həm hərəkətdə var, həm bütün şərəkətdə varlar. Onları da özümüzdən ayırmayaq, ya biz onlardan ayrı düşməyək. O əzlərimizdə də zaman ayırdıq, vaxt qoydu ki, biz elə bu
toplumun oğlatlarıyıq, bu toplumun uşaqlarıyıq və belə sizlə torpaq yeyib, demək olar, torpaqda gəlmişik və gəzirik. Yəni bizim ayrımçılığımız yoxumuzdur. Elə bilir ki, inşallah siz edəcəksiniz. Daha profesional bundan yana başqa mərasimlərdə də bizim proqramlarımız olsun. Bizim siyasi proqramlarımız davam tapacaq. İnşallah sabahdan adli proqramlarımızı keçəcək. Biz siyasi fəallarımız İran adından ya İranın türkləri və Güney Azərbaycanın və Türk xalqının demək olar gündəmin gətirəcəyik, danışacağıq, masaya yatıracağıq və ha belə Orta Doğuda nə olaylar baş verir. Mən hamımızdan təşəkkür bilirəm. Bu danışıqda var idi. Sadəcə mən istəyirəm TV-mizin adresini atam buraya. Dostlar, gəl istəsələr bizim programımız burada gələcək. Amma TV-mizdə devam tapacaqdır və orada da inşallah birazdan təqribən bir saatdan sonra sayın bugünkü axşamki Sayın Hüseyin Abdullah danışığı orada devam edəcəkdir. Dostlar, bəli mənə yazdılar ki, Sayın Hüseyin Abdullah danışığı çox azad bir şey. Sayın Hüseyin Abdullah danışıqları əvvələ birinci YouTube'umuzda qalır. Yəni dostlar ki, məndən istəyirlər biz harada görə bildik. Elə indi ki, burada baxırsınız, burada vardı. Yəni bu YouTube'da bu götürülmür. Dostlar, orada tikarına da istəsələr sonra baxarsınız, burada vardı. Amma bir də deyim, bizim tipimizdə də proqramlar tikrar gedir. Dünənki Sayın Hüseyin Abdullah Ustadın danışıqları, dünənki danışığı da bugün yenə tikrar gedəcəkdir və gedir. Bizim TV adresimiz hər əzizimiz, dostumuz istəyir TV proqramlarımızda 24 saat gedir, baxsınlar. Burada adresimiz var, www.itbtv.info. Canlı, əlbəttə, başqa platformlardan, elə Google-da ITB-TV live yazsanız fikrim çıxar. Başqa platformalar da bizi yayırlar. Oradan da öz təşəkkürümü bildim. Mən Sayın Ustad Hüseyin Abdullah sizdən minnətdarım bilirəm və ha belə sevgili sərdaşlardan. Axşamınız xeyir olsun. Bir daha bu Aşura günün demək olar əziz xalqımıza, millətimizə, müsəlman xalqına, özəlliklə Türk xalqına və bu mərasimi demək olar xatırlayanlara təsdiq edirəm. Sağ olun, yaşayın. Allah sizdən razı olsun, Araz bəy. Çox təşəkkür.